boş günümü dolu keçirməyə çalışıram. Gəlin nələr elədiyimə bir yerdə baxaq. Videonu çox səhər başlatmamışdım. Günorta saatları idi. Təəssüf ki, gec qalxmışdım. Əvvəlcə stolumun üzərini təmizləyirəm. Tozsoranla tozları falan təmizləyib mən sonra silməyi daha çox sevirəm. İmtahan ayı olduğu üçün otağıma bir neçə vaxt əl gəzdirmirdim. Bu arada stol çox tozlu olsa da olmasa da mən bu üsulu daha çox sevirəm. Çünki digər üsulla toz stola yapışırmış kimi hiss edirəm. Daha sonra əvvəlcə aynamı, sonra stolumu təmizləyib üzərindəkiləri yerləşdirdim. Bu həftə sonu konfor alanımdan çıxmaq istədim və daha aktiv bir həftə sonu keçirmək istədim. Nauşniklərimi cibimə və çantama çox atdığım üçün rəngi dəyişmişdi. Təmizlədim biraz. Bu arada mən bunu hər həftə edirəm. Bəzən adaptırma da edirəm. Daha sonra saç diblərimə sprey sıxdım. Keçirəcəyim vaxt ərzində həm saç baxımı elədim, həm də ki, saçlarımın dibini nəmləndirdiyi üçün daha rahat yığdım. Vaksla saçımı necə yığdığımı isə səhifəmə keçid edib baxa bilərsiniz. Daha sonra lip balmımı sürtürəm, çünki hava biraz küləkli idi, təxmin eləmişdim. Saatımı taxıram, mistimi sıxıram. Daha sonra nauşnikimi və kitab götürürəm özümlə. Bugün özümə qoyduğum hədəflərdən biri də təmiz havada yeni kitab oxumaq idi. Həm yeni bir alışqanlıq, həm də yeni bir hobi olsun istədim. Burada isə evdən tam çıxırdım ki, yuxarıdan kargo mesajı gəldi. Ona görə getdim, kargomunu götürdüm. Daha sonra evə qayıtdım, çox yorulmuşdum. Əslində kargo böyük olmasaydı özümlə aparacaqdım, amma böyük idi təəssüf ki. Kargonda bundan sonraki videoda paylaşıram böyük ehtimal, onun üçün izləmədə qalın. Burada parka gəlmişdim. Günəşli göründüyünə baxmayın, havada sərinlik var idi. Sonradan şaxta və külək olmağa başladı. Təqribi 24 səhifə oxudum və hal-hazırda biraz külək başladı. Soyuq külək. Sakit bir yer tapsam oxuyacağam, amma böyük ehtimalı gedəcəm. Hər addım atdıqca sanki külək daha da sərtləşirdi. Mənim də külək olan kimi biraz gözlərimdən yaş axmağa başlayır, onu göstərirəm. Burada isinmək üçün biraz marketə getdim, həm də baxdım nə var nə yox. Biraz zeytun aldım. Bunu marketdən almadım, Peynirci babadan aldım. Sonra evə gəlib özüm axşam yeməyi hazırladım. Normalda bu qədər özen göstərmirəm, amma bu dəfə yenilik edirəmsə tam edim dedim. Yeməyimi daha özənli hazırladım. Gözümə dəyən, bəyəndiyim nə varsa hamısını qabıma yerləşdirdim. Bu arada zeytunlar da dadlı idi, pis deyildi. Önəmli olan gözəl olması deyil, önəmli olan benim tasarımım. Burada bir tabımı daha qırmağa qərar verdim. Həmişə nəsə iş görəndə və ya yemək yeyəndə nəyəsə baxıram. Amma bu dəfə baxmadan yeməyə çalışdım. Sonra qaldığım yerdən davam elədim. Birinci bölümü bitirməyi hədəfləmişdim və bitirdim də. Yəni kitabın birinci hissəsi. Gördüyünüz kimi ikinci bölümdə artıq dayandım. İnşallah bunu da gələn dəfə oxuyarıq. Belə videoların davamının gəlməsini istəyirsinizsə bunu şərh bölməsində qeyd etməyi və videomu bəyənib məni izləməyi unutmayın.